Salam uşaqlar, necəsiz? Axşamınız xeyirli olsun. Deməli, biz bugün sizlə artıq bəlkə maddələrdən artıq qalma, bəlkə maddələrin reaksiya zamanı artıq qalma hissələrinə aid olan məsələlərin müzakirəsini etmək istəyirəm və bir balaca ona test düzəltmişəm. Və o testlərlə bağlı deməli sizi də nətər deyim, izahını sizə də aid eləmək istəyirəm. Birincisi, deməli, başladıq. Reaksiya zamanı maddələrin mol sayı zamanı asıllıq qrafiki verilir. Baxanda görünür ki, maddənin iki maddə başlanğıc maddədir. Bunlardan hansılar başlanğıc maddədir? X ilə Z başlanğıc maddədir. Y isə burada alınan məhsuldur. Çünki başlanğıc maddələr azalan tərəfdir. Y isə alınır, yaranır. Deməli, artıq qalan maddə də X maddədir. Çünki başlanğıcı buradadır, artıq qalan hissə isə buradadır. Gördünüz? Məsəl üçün A qədər başlanğıcdır, B qədər artıq qalıbdır. A-dan B-yə düşəndə isə sərf olunan hissə deməkdir. Məsələn, Y-i də belə götürək ki, tutam C qədər də Y yaranıb. X reaksiya məhsuludur. Xeyr, səhvdir. Başlanğıc maddədir. Z tamamilə sərf olunur. Və Z sıfıra toxunursa tamamilə sərf olunur. Amma X artıq qalır. Y reaksiya məhsuludur. Bəli, sıfırdan qalxan maddə isə məhsul sayılır. 2-3 doğru variantdır. 1-ə doğru variantımız olacaq. Y variantı. Tamam elədik. Keçdik birsinə. Aha. Digər ikinci məsələmizin həlli isə yenə rahat məsələdir. Artıq qalmadır. Baxın kimi görürük ki, oksigen burada artıq qalıbdır. Oksigen artıq qalması buradan məlumdur. Deməli, reaksiya təhlilinə əsasən oksigen və maqnezium ionunun kütləsinin zaman asıllıq qrafiki verilir. A-nı soruşur. 80 qram kuprum ionunun maqnezium ionunun alınması üçün bizə 32 qram oksigen lazımdır uşaqlar. 40 qram maqnezium, bax indi 32 qram reaksiya girir, 80 qram alınır. 40 qramın alınması üçün isə, bax görürsünüz, 40 qram maqnezium oksigen alınması üçün isə bizə 16 qram oksigen lazımdır. Fikir verin. A var idi. 8-i qalıb, 16-sı sərf olunur. Deməli, başlanğıcda oksigen kütləsini 2-yə bərabər imiş. 24-də. Deməli, A 24 imiş ki, 8-i qalıb, 16-sı isə sərf olunub. Cavab, deməli, A-da 24 sevəndə. Növbəti, natrium və kükürt reaksiya girdi. Alında natrium üstə gələk S. Alında natrium 2S. Bura 1-2 yazaq. 78 qram alınarsa, fikir verin. Bu zaman 46 qram kükürt, 32 qram oksigen reaksiyaya daxil olur. Əla. Bəs. 4 qram kükürt artıq qalarsa. Əgər 7,8 qram natrium sulfidi alınırsa, 10 dəfə az, 10 dəfə az 4,6 qram natrium reaksiya girir. 3,2 kükürt reaksiya girir. Amma kükürdün 4 qramı sonda artıq qalır. Deməli, başda kükürdümüz nə qədərmiş? 3,2-si sərf olunur, sonda da 4 artıq qalır. Deməli, başda mənim kükürdüm nə qədərmiş? 7,2. Ki onun 7,2-si ikisindən, deməli 32-si reaksiya daxil olur, 3,2-si artıq qalır. Və doğru variantımız nə variantı? Y variantı. Bərabər həcmdə götürülüb CO2 və NH3. Deməli, bu zaman alınır, deməli, karbamid və su əmələ gəlir uşaqlar. NH3-ün qabağına 2 qoysaq düzəlir. Bərabər həcm dedikdə 36 qram su əmələ gəlir. 18 qram su əmələ gələrsə, 22,4 budur, 44,8 budur. Bax, belə. Yox, 36 qram əmələ, bu 18 qrama görədir. Bəs 2 dəfə artıq 36 əmələ gəlsə, 2 dəfə artıq 44,8 bu, 89,6 amonyakdır. Amma bərabər həcmdə götürülüb. Deməli, hər ikisi bərabər həcmdə götürüləndə, mən elə bir ki, CO2NH3 deyirəm. Deməli, mən bildim ki, NH3 89-dan, deməli, 16 qəbul olunubdur burada. Deməli, 44,8 litrə CO sərf olunub. Bərabər miqdarla götürdükdə mən CO-nu
Deməli 44,8 litr artıq götürməliyəm ki, bərabər miqdarda olsun. Bu zaman hansı qazdan neçə litr artıq götürürlər? 44,8 litr CO2-dən artıq götürmüşəm. Çünki mənə bərabər həcm dedikdə ikisini də 44,8 89,6 götürməliyəm ki, bərabər həcmdə olsun. Bu 89,6-dırsa diqqətlə baxın. Deməli bu 44 bax bir də məsələn bir də dərindən izah edirəm. Əgər tam çatmazsa diqqətlə qulaq asın, mən sizə bir də izah edeyim. Deməli tənliyimizi yazırıq CO. Tənliyimizi yazırıq CO plus 2 dəqiqə CO 2 plus NH3 alınır. Deməli CO NH2-dən 2 dəfə plus 1 molekula su, burada 2 düşür, əmsal bərabərdir. 18 qram su alınırsa 22,4 litr CO, 44,8 litr NH3-dür. 36 qram su alınırsa 44,8 budur, 89,6 da budur. Amma bərabər həcmdə götürülür deyəndə çoxu saxlayıram, azı ona bərabər eləmək üçün üstünə 44,8 götürürəm. Bir məntiqi fikirləşin də. Getsiz bazarlıq eləməyə, məsəl üçün, hansısa bir, məsələn, gəlib yeməyə hazırlamalısınız və ondan ötəri ərzaqları artıq miqdarda götürürsünüz, az miqdarda yox. Yəni 89,6 amoniyakı götürürəmsə, 44,18 litr CO2-dirsə, gəl bu bizə bərabər həcm deyirsə, ikisinə 89,6 götürərəm, azı çoxaldaram və 44,8 litrdə CO2 artıq qalar. Növbəti məsələm. Deməli, növbəti məsələ nədir? Yenə əsasən 6 mol CO, deməli 4 mol oksigen reaksiyaya girir, axıra qədər gedir və hansı maddən artıq qalır. Əslində 2-nin 1-ə girir, 2 alınır. Bəs bu 4 girərsə, bu 6 girərsə, onda bu nə qədər reaksiyaya daxil olmalıdır oksigen? 3 daxil olmalıdır. Amma oksigen götürüb bizə 4 verir. 4-ün 3-ü daxil olur, 1 mol oksigen artıq qalır. Deməli C bəndidir. Aha, deməli 5,6 litr maddə alınır, 4,4 alınır, 0,1-ə görə. Hər tərəf 1-ə vursaq 56 budur, 44 budur. X o bərabərdir 56, X-i buradan tapıram. X çəkili 16 bərabərdir 56, X burada bərabər oldu 12-yə. Keçdim indi Y-oya, Y2 bərabərdir 44-də, yox burada 40-dır. Deməli Y çəkili 32 bərabərdir 44-dür. Y də burada bərabərdir nəyə? 12-yə. İndi biz elə bil ki, buradan 40 budur, 12 də aşağıdadır. X Y2-nin emerini işlədirsə, yerinə qoyuram 40 üstə gələk 24. Cavab gəldi bizə elədi 64. Və doğru variantımız A variantıdır. Bərabər kütlədə götürülmüş yenə də mənim əlimdə alüminium var, oksigen var, alüminium 2, O3 var, bura 1, 2, bura 1, 4, bura 1, 3 qoydum. Deməli 204 alüminium oksidi almaq üçün artıq qalan oksigenin kütləsini hesablamalıyam. 96 qram oksigen giribdir. Amma 102-ni almaq, yox 51-i almaq üçün 51, deməli 204-ü mən 4 dəfə azaldıram. 96-da 4 dəfə azalsam 24 qram bundan azalar. Bu alüminiumda deməli 27-də 4 dəfə azalsam elə 27 eləyər də. Yəni amma əvvəlcə 108 idi. 4 dəfə azaltdım 27 elədi. Bərabər kütlədə götürülmüş. Bərabər kütlədə götürmüş deyəndə alüminium 27, oksigen 24-dür. Bərabər kütləyə gətirmək üçün çoxu saxlayıram, az onun üzərinə əlavə edirəm. Yəni oksigen 3 qram artıq götürürəm. Deməli C bəndi oksigen 3 qram artıq götürmək lazımdır ki, deməli bərabər kütlə olsun. Növbəti məsələmiz gəldi. 54 qram su almışdı, artıq qalan kütləni müəyyən elə. Bərabər kütlədə götürülmüş. 36 qram su varsa 4 qram hidrogen, 32 qram oksigen var. 54 qram suyu almaq üçün isə, gəlin belə danışaq sizlə. 54 36-dan bir tam səhvləmirəmsə bir dəqiqə, uşaqlar kiçikdə də 54-ü bölsəm 36 1,5 dəfədir. Deməli onda böləcək 1,5 dəfə artıq 6. Bu derece isə 48. Bərabər kütlədə götürülmüş dedikdə bunları bərabər kütləyə gətirmək üçün
Mən oksigen saxlayıb hidrogeni artırmalıyım. Nə qədər artırmalıyım? 42 qram mən hidrogeni artırmalıyım. Artıq qalan hidrogen kütləsi 42-dir. Yəni 54 qram suyu almaq üçün mənə 6 qram hidrogen, 48 qram oksigen lazımdır. Sondan əlavə elədiyim 42 qram artıq qalan hissədir. O qabın içində sona qədər artıq qalır. Elə sonda da neçə qram maddə var desə deyərsiniz ki 54 qram su alındı. Sonda 42 qramda hidrogen artıq qaldı. Всё. Hərəsindən də hamısında birlikdə soruşsalar 6,96. Ümumiyyətlə 96 qram maddə mənə gəldi. Bax belə deyib hesablama apara bilərsiniz. Kalsium müstəqili S maraqlı məsələdir. Kalsium S 72 qram da olsa mum kütləsi. Bunu almaq üçün 40 kalsiumdan 32 kükürddən istifadə eləməliyəm. Amma kütlələri görsəniz eyni verib. Deməli 40 budursa bu 32 qalmır. 32-nin də üzərinə 8 qram artırıram ki bərabər kütləyə gəlsin. Və sonunda sual düşə bilər. Kükürddən nə qədər artıq qalıb? 8 qram artıq qalır. Davam elədik yenə. Kalsium müstəqili S. Buradan bizim nəyimiz alınır? Kim deyər? Buradan alınır kalsium S'imiz. 40 32-dən çevirir 72. Deməli 72 qramdırsa 40 budur, 32 budur. İkisini də 40 götürək. Çünki 72 qram alınıbdırsa da 40 budur, 32 budur. Mən yaxşı belə götürək. Mən kükürdü bir dəqiqə silək, təmiz olmadı, yazılmadı. Kalsium müstəqili S 72 qram almaq üçün 40 budur, 32 budur. Eyniyə gətirib bərabərləmək üçün kükürdü 8 qram artırıram. 8 qram kükürd artıq qalarsa 72 qram maddə alınır. Bəs 12 qram kükürd artıq qalarsa neçə qram maddə mənə gəlmiş olar? 8-i vururam 72-yə. 8-i vuraq 72-yə. Bölək. 12-ni vuraq 72-yə bölək. 8-ə. Cavab gəldi 90 elədi. Amma böyle cavabımız yoxdur axı bizim. 40 budur, 32 budur. 8 qram artıq qalarsa 72, 12 qram artıq qalarsa 12 qram 72'ye. 108 doğru cevap Y variantı. CH8 oksigendir. Alındı yenə 3 molekula CO2 növbəti məsələ 4 molekula su. Deməli oksigen qabağına 5 düşür. 22 qram propan yanında hansı qrafiklər doğrudur? 44 qram yanarsa CO2'ye bax 3 mol CO2 alınır. 22 qram yanarsa 1,5 mol CO2 alınır. Birinci qrafik doğrudur, həm də alınma qrafiki doğru verilib. 36 qram suya bax 44'e görə 72 qram sudsa 4'ü 18'e vurdum. 22'ye görə 2 dəfə azalsa 36 qram su alınır. Bəli, alınma qrafiki də budur. Gəldi oksigenə. Oksigen 100-dən 44'e düşübsə uşaqlar 56 litr sərf olunub da belə deyək. Deməli 44'e görə 112 litr, yəni 22 onda 4'ü 5'e oranında 112 litrdirsə 22'ye göre də deməli 56 litrdir. Doğrudan da oksigen də 56 litr sərf olunur, düzdür. Yəni tam sərf olunmur. 100 litrdən 44 litr çıxanda 56 litr. Deməli doğru variantda Y variantı doğrudur. Deməli reaksiyasında 20 qram maqnezium oksid alınarsa, 40 qram maqnezium oksid alınarsa 22 onda 4 litr CO2 mənə gələr. Sonra 84 qram da bu parça alınır. Bəs mənim dediyinə görə 20 qram alınarsa onda 11 onda 2 litr CO2 alınır. 42 qram da maqnezium oksid parça alınır. Bu qrafik doğrudur, 84 səhvdir. Bir də üçüncü qrafik doğrudur, 1 və 3. Doğru verilənlər deyir, göstər. 20 qram maqnezium 1 və 3. Aha. 84 qram yox axı. 20 qram maqnezium oksid alınarsa doğru verilənlərdən müayinə edeyim. Demək burada cavab 1-3-də axı. Bu bizim niyə düzgün cavabımız yoxdur?
11-12 çökümüz alınır. Axı maqnisium oksidimiz 84 qram parçalanmır. Bəqqalığın kütləsi. Bəqqalığın kütləsi elə bilən maqnisium karbonatın kütləsi deyil. Xeyr, parçalanan maqnisium karbonatın kütləsi 42-dir. Bəqqalığın kütləsi 42 deyil. Onu da gəlişdə Allah göstərəcəm. Çünki bəqqalığın kütləsi əgər 42 qram maqnisium karbonat tam parçalanırsa da 20 qram da maqnisium oksid əmələ gəlir və bu doğru ifadə deyil. Yalnız birinci qrafik D variantı doğrudur. Davam elədik. Yeni artıq qalma ilə bağlıdır. Deməli, su 108 qram əmələ gəlibdir. Diqqətlə baxaq. Əslində isə su 54 qram əmələ gəlib. Bu zaman 178-dən 108-ə düşürük. Görürsünüz. Bax, buradan bura düşəndə azalma var. Belə çıxır ki, x bizə normadan artıq verilibdir. Və mən buradan 178-dən çıxıram. 108-i cavab elədi 70. Deməli, mənim x-im 70 qram sərf olunur. Gəlin yazaq. X plus 3 molekula su alınır 3y üstə gələk z. Deməli, 108-ə görə nə qədər x parçalanıb? 70 x parçalanıbdır. Belə deyək də 34 də z əmələ gəlibdir. Əslində bu 54-dür. 54-ə görə isə 17 y əmələ gəlibdir. 35 də deməli x-in reaksiyası var. Gəlin y-in deməli y deyəndə belə bir ki z-in kütləsi z budur. Bunu da y götürək. Sol tərəfi sağ tərəfin kütləsinə bərabərləşdirək. Gəlin bərabər edək. 35-in üstünə 54 gələk. 35, yox bir dəqiqə 35 üstə gələ 54, 90, 90'a da çıxsaq 17-ni, 90'a da çıxaq 17-ni. Cavab elədi bizdən. Bəcəb hesablamada səhvliyə yol verdik. Bir dəqiqə uşaqlar. Təzən bir də baxaq. Deməli x var, 3 molekula su var. Alınır 3y üstə gələk z. Əsasən y-in nisbi molekul kütləsini tapın. X 178-dən 108-ə düşür. 70 qram sərf olunur. Su əslində 108 qram veribdir, su sərf olunur. İndi baxarıq Allah qoysa. Z 34 alınıb, bizə lazımdır burada 3y-i tapmaq. 3y-ni ayırmaq, tapmaq. Əla. Deməli, əslində bizə su əslində bunu tapaq, sonra birini əldə edərik. Üstə gələk bərabər toplayaq. 178 bərabərdir. Y üstə gələk 34. Gəlin y-i tapağın. 178-dən 34 çıxırıq. 444 eləyir, səhv eləmirəmsə. 144 eləyir. İndi baxırsınız burada. Deməli, mən 108 qram suya görə mən 144 aldım. Amma hesablamamda 54 qramdır. 54 qram suya görə nə qədər alınır? 72 qram deməli Z maddəsi əldə olunur. Yəni də artıq qalan məsələsidir. N2 plus 3H2 uşaqlar alınır. Misalda 2NH3. Deməli 1 molun 3 mola reaksiya gedir. Artıq qalan da X-in artıq miqdarını müəyyən edirik. Əgər bunu 1 mol verirsə, maddənin 1.5 mol verirsə, onda mənim hidro azotum 0.5 mol reaksiya girməlidir. Axı əvvəlcə 1-in 3-ədirsə də, indi bu yarı-bayarı azalıb 1.5 olursa, onda azot da yarı-bayarı azalıb 0.5 mol olmalıdır. Deməli, artıq qalan maddə azotdur. Onun artıq qalan miqdarı 0.5 moldur. Növbəti məsələyə keçid aldıq. X və A-nı müəyyən eləməyə çalışın. Axı burada X yox, A yox. Mən bunu necə hesablama apara bilərəm ki, tam sizə dəqiq çatsın. Davam edirik 14-cü məsələnin həllindən. Deməli, mis və kükürt eyni kütlədə verilib yenə. 128 qram bizə mis verilib. Diqqətlə baxırıq. Reaksiyada daxil oksigenin mol miqdarı 1-dir. M isə M1-dir. Bizim N1'imiz bərabərdir nəyə? M1 bölək 128-ə. Əla. Və yaxud da belə yaza bilərik. Hər ikisini eyni kütləyə gətiririksə.
Kükürdü 4 mol yazarıq. Çünki 2'ni vursaq 64, 4 vursaq 32, 128. 4 dəfə tərəf artar. N1'in 1'e, 2N2'nin ise 4'e beraber olduğunu müəyyən edə bilərik. Beraber kütlə dediyinə görə deməli N1 beraber de N2 olur. N1 ne zaman N2'ye beraber olur? Təzədən biz onları bərabərləşdirmək istədikdə N1'i 4 dəfə qiymətini artırırıq. Və doğru variantımız ne olur? C variantı. Devam elədik. 2CO plus O2. CO2 axıra qədər gedir. Reaksiyon son qabda neçə mol maddə olar? 2'nin 1'e daxil olur. Baxın. 2 molun yenə 1 mola daxil olmalıdır. Amma oksigeni bizə 4 verib. 4'ün 1'i sərf olunur. 3 mol oksigen artıq qalır. Və sonda 2 mol CO2 alınır. Deməli sonda 2 mol CO2 alınır. Və sonda 3 mol oksigen də artıq qalır. Qabda sonda neçə mol maddə var? 5 mol maddə var. 3N hidrogen reaksiyaya girib hidrogen oksigenlə reaksiyasına aparırıq. Növbəti məsələni işləyirik. Deməli 2'nin 1'e reaksiyaya daxil olur. N molunda 2N'ə daxil olacaq. Baxın, amma bizə hidrogeni 3N verib. Deməli 3N'in 2N'i daxil olur. 1N hidrogen qazı artıq qalır. Sonda isə 2N qədər su əmələ gəlir. Hansı ifadələr doğrudur? Suyun alınan kütləsi hidrogen və oksigen ilkin kütlələrinin cəminə bərabərdir. Suyun alınan kütləsi 2N'dirsə, ilkin kütlələr bərabər ola bilməz. Çünki 36N buradasa. Amma ilkin kütlədə bizə 3N hidrogen verilib. Yəni 6N hidrogen verilib. 1N oksigen verilib. Yəni 32N oksigen verilibdir. 6 üstü 32 gəlində 38 N edir. Amma aldığımız 36 N'dir. Ona görə də uyğun gəlmir. 2 mol su alınır, düzdür. M mol hidrogen artıq qalır, tamamilə düzdür. Oksigen də tam sərf olunur, düzdür. Mən burada 2'ni, 3'ü və 4'ü doğru saydım. Əmələ gələn suyun kütləsi hidrogen və oksigen başlanğıc kütlələrinin cəminə bərabərdir. İlkin kütlə, başlanğıc kütlələrinin cəmi bunlar eyni anlayışdır. Ona görə 2 və 3, 4-cü variantları düzgün sayıram. Desəydik ki, suyun əmələ gəlməsi sərf olunan maddələrin kütlələrine bərabərdir, biz onu doğru götürərdik. Amma suyun alınan kütləsi hidrogen və oksigen ilkin kütlələrin cəminə bərabərdir. Bu da düzgün deyil. Yəni sərf olunan hidrogen və oksigen kütlələrine bərabər sözü daha doğru olardı. Yine daha asan məsələdir. 24 qram magnezyum, 32 qram kükürtdür. 4 qram magnezyum artıq qalır. Bunları bərabər kütlələ götürdükdə 24'ün üzərinə 8 qram gələrəmsə artıq qalır. 8 qram maddə artıq qalarsa magnezyum S-in kütləsi nə qədərdir? 24 üstə 32 artı ilə də 56 qram magnezyum sulfid alınır. 4 qram artıq qalarsa isə 28 qram kükürt artıq deməli magnezyum sulfid alınır. Növbəti məsələyə keçid aldıq. Deməli rahat məsələdir. Magnezyum karbonat parçalanır nəyə? Magnezyum deyək metal oksidə və CO2-yə. 10 qram parçalananda 2,24 litr qaz ayrılır. Bəs 22,4 litr qaz ayrılarsa neçə qram metal karbonat parçalanır? 100 qram. Buradan da metal karbonat bərabərdir 100. Metalı tapmaq üçün metal üstə gələk. 12 üstə gələk 48 bərabərdir 100. Buradan da metal üstə gələk 60 bərabərdir 100. Metal da buradan bərabərdir 40'a. Deməli doğru versiyamız 40'dır. Metal karbonat keçdi 19-cu məsələyə parçalanır. Metal oksidə və karbon qazına diqqətli olaq. 19,7 qram parçalanırsa 2,24 litr alınır. Deməli x qram parçalanırsa 22,4. Deməli burada metal karbonat nəyə bərabər oldu? 197'ye. Buradan metal üzərinə gələk yenə həmişəki qaydada 60 bərabərdir 197. Metal da buradan bərabərdir 137'ye. Söhbət buradan getdi. Deməli barium metalına, yəni o bizə lazım deyil. Bizə lazımdır 137 metalın isbatın kütləsi. Növbəti məsələyə baxırıq. Növbəti məsələ budur. 2H2 plus O2. Buradan nə alınır? 2H2 alınır. 36 qram suyu aldıqda 4 qram 32 qram bu maddə reaksiyaya girir.
72 qram suya aldıqda 8 hidrogen, 64 qram oksigen reaksiyaya girməlidir. 2 dəfə artırsa, hər tərəf 2 dəfə artırdım. Bunlar qapalı qabda 4 qram hidrogen də artıq qalır. Fikir verin. Hidrogen oksigen qarışıq qapalı qabda 72 qram su alınır. İlkin qarışıqda 2 mol hidrogen olur. Əla. Əgər hidrogen 8 qram reaksiya giribsə və bunun 4 qramı da artıq qalsa, deməli ilk öncə 12 qram hidrogen var imiş ki, onun 4 qramı girib 8 artıq qalıb. 1 mol hidrogen 2 qramdırsa, bəs 12 qram hidrogen neçə moldur? 6 mol. Deməli başlanğıcda bizim 6 mol maddəmiz var. Aha. Keçdik digər növbəti məsələmizə. 21-ci məsələmizə. 21-ci məsələmizdə maraqlı məsələdir. Başlanğıc maddələr və alınan məhsul. Deməli, bu alınan məhsul Z maddəsidir. Başlanğıc maddələr isə gördüyünüz X və Y maddələridir. Reaksiyadan maddələrin kütlələri zamanı, reaksiyasında maddələrin kütlələri zamanı asıllıq qrafiki verilmişdir. A-nın qiymətini tapmaq lazımdır. İndi gəlin görək biz bunu necə tapırıq. Deməli, maddələrin biri tam sərf olunub 10-a düşübdür. Fikir verin. Tam da 14-də Z alınıbdır. 14 alınıbdır. Deməli, yazırıq ki, 10 çıxaq A-da 1-idir. İndi hansıdır bilmirəm. 10 çıxaq A üstə gələk. 10 da tam sərf olunub. 10 bərabərdir. Deməli, neçəyə? 14-də. 14-də. 10 çıxaq A bərabərdir. 14'ten 10 çıxdığımızda 4'e bərabər olur. A'mız da 6'ya bərabər olur. Deməli, A'nın qiyməti nəyə bərabərdir? 6'ya. Deməli, maddələrdən biri 10 qram reaksiya girib, biri isə 4 qram reaksiya girib ki, A isə sonda 14 qram maddə alınır. Tamam. Davam elədik. Bərabər mol miqdarda götürülmüş 2H2O2 qazları verilib və tənliyi reaksiyaya daxil olur. Reaksiyanın praktiki çıxımı 100%'dir. Bərabər mollarda dedikdə diqqətlə baxaq burada. 2H2 plus O2 alınır 2H2 tənliyi. Aha, burada 2H2 tənliyindən reaksiyanın praktiki çıxımda 100%'dir. Gəlin bax biz sizlə bunu belə danışaq. Deməli, bərabər mol dedikdə 2 mol bunu götürək, 2 mol da bunu qəbul edək. Aha, çünki əslində 2-nin 1'ə daxil olduğu anda bərabər mol dedikdə mən 1 mol oksigeni artıq götürdüm. Və M mol hidrogenin hamısı artıq qalır uşaqlar. Fikir, M molun hamısı sərf olunur, yəni 2 molun hamısı sərf olunur. Eyni molda götürürəm deyəndə oksigendən əgər siz necədir? 2'nin hamısı giribsə, 1'in hamısı giribsə, mən buna əgər 1 götürürəmsə, bu 0,5 qəbul edirəm. Və bərabər mola gətirmək üçün oksigeni də 0,5 mol artırıram. Deməli, oksigenin, deməli, M molundan 0,5 N girir, 0,5 N artıq qalır. Deməli, birinci qrafik doğrudur. İkinci qrafikə baxıram. Hidrogen artıq qala bilməz, çünki hidrogen V-dən verilib 0,5 V qədər artıq qalır. Xeyr, 0,5 mol qədər, 0,5 V qədər oksigen burada artıq qalır. Və burada isə maddələrin hər ikisinin kütləsi tam sərf olunur. Fikri də yanlışdır. Yalnız növbəti məsələyimizə keçid aldıq. Deməli, yazırıq ki, 2H2 plus O2 alınır buradan H2O. Tənliyinə əsasən 2'nin 1'ə reaksiya girib, amma bərabər molda götürülür deyəndə hidrogen buradan nə qədər artıq qalmalıdır? Yəni, diqqət eləyək. Hidrogen 1 mol qədər buradan artıq qalmalıdır. Hidrogen 1 mol buradan artıq qalarsa, 1 mol qədər hidrogen buradan artıq qalarsa, deməli, bizim tənliyimizə hidrogen 1 mol artıq qalarsa, deməli, 2 mol su alınır. Bəs 3 mol hidrogen artıq qalarsa, neçə mol su alınır? 6 mol. Birinci ifadə doğrudur. Sonra 1 mol hidrogen artıq qalarsa, başlanğıc qarışıq, elə bil mən hər ikisinə 2 götürmüşəm də uşaqlar. 2 bunu götürmüşəm, 2 bunu götürmüşəm. Amma oksigen 1 mol reaksiya sərf olunubdur da. Oksigenin elə bil ki 1 mol sərf olunubdur. Deməli, 1 mol artıq qalarsa başlanğıc qarışıq 4 olub. Yəni 89,6 litr olubdur. İkisini birlikdə 2 götür. 3 mol artıq qalarsa isə X-dir. X-imiz də bərabərdir nəyə? Deməli, yəni bizə 134,4 qiymətini vermir.
Onu bir dəqiqə hesablamalı aparaq. Deməli biz burada nəyə vururuq? 3'ü vururuq. Dəqiqə hesablayın. 89'sam onda 6'nı biz vururuq. Neçəyə? 3'ə. 268'sam onda 8. Ay sağ ol. Yəni bizim fikirləşdiyimiz 2 deyil. Reaksiya 3 mol oksigen sərf olunur. Əgər 1 mol oksigen artıq qalırsa 1 mol oksigen sərf olunur. 3 mol oksigen artıq qalarsa elə 3 mol sərf olunur. Üçüncü versiya doğrudur, A variantı doğrudur. Əla. 24-cü məsələyə gəldik. 2H2 plus O2 2H2 alınır uşaqlar. Deməli məsələdən eyni kütlə 4 qram bu 32 qram budur. Eyni kütlə deyil axı. Deməli oksigen 28 qram burada nə qalır? Artıq qalır. 28 qram artıq qalan maddəni tap. Deməli 28 budur, 28 budur. Və suyun kütləsi 4'ün üstü 32 gəlsə 36'ya bərabərdir. Deməli sol sağa bərabər olduğuna görə 36 qramda su alınır. Sirona 28 qramda qabın dibində artıq qalır. Doğru variant A variantı. Uşaqlar sual verərkən 17 burada nəyə göstərir? Onların moludur. Molekul sayı mol sayıdır. Yəni 1 mol oksigen 32 götürmüşəm. Zaten 32'də 1 moldur. Hidrogen də bərabər kütlədə 38 götürdüyümə görə 1 mol hidrogen 2 qramdır. 32 qram hidrogenin də deməli 16 mola bərabərdir. 1 mol buradan 16 mol buradan. Doğrudan da başlanğıçda 1 ilə 16 17 mol maddə qəbul olunmuşdur. Lakin oksigenin 32 qramdan götürsüz oksigen birlikdə elə bir ki artırdım 32 elədim. 32 qram bax bu gördüğünüz oksigen var, hidrogen var. Onun 4 qram reaksiya girir, 28 artıq qalır. Və nəhayət 25-ci məsələyə keçid aldıq. Deməli N2 ilə H2 reaksiya girir. Buradan yenə də bizim bildiyimiz NH3 amonyak qazı alınır. Bura bir 3 yazaq. 1 qram hidrogen sonda artıq qalır. Deməli reaksiya 56 litrin hamısı girmir. 56'dan çıxaq 1 qram hidrogen litrə çevirək. 1 qram x2 qramın 22 onda 4'dür. Cavab elədi 11,2. Mən 56'dan çıxsam 11,2 ya deməli hər iki qazın qiyməti olan elə bil mən burada 56'dan çıxıram 11,2'ni. Deməli hər iki başlanğıc qarşı 44 onda 8 litrə bərabərdir. Все, tapdıq. İlkin qaz qarşısında hidrogenin molunu istəyir. Deməli ilkin qaz qarşısında 4 mol maddə var. 4 vuraq 22,4 litrə görə ilkin qaz qarşısında hidrogenin molu 3'dürsə, bəs reaksiya girən 44,8 litrə görə nə qədərdir? X yarı bayarı azaldı uşaqlar. Deməli 2 dəfə artıqdır. 3'ü 2'yə bölürükdə 3'ü vururam 22,4'ə 10 da bölürəm 89,6'ya. Hardasa cevap gəlir 0,75 mol. Ama 1 qramda hidrogen qıraqda artıq idi. 1 mol qıraqda artıq o deməkdir ki, hidrogen 0,5 mol qıraqda artıq idi. Fikir verin. Və onda üzərinə gəlirəm. Çünki ilkin qaz deyirsə başdakına gəlməliyəm. Deməli başlanğıçda hidrogenin molu 1,25'e bərabər olmuş. Yəqin biz mənlə güman edirəm səhv getmədik. 44,8'i bölürəm 3'ə, vururam 3'ə. Çünki başlanğıçda 3 moldu. Bölürəm 89,6'ya açsa deyirəm də biz səhvliyə yol verdik. Bu 1,5 mol edir. 1,5 molda da 2 mol gələndə 0,5 mol. Deməli başlanğıc 2 moluymuş. Deməli hidrogen başlanğıçda 2 mola bərabər imiş. Bu qədər uşaqlar, çox sağ olun.